Salam, hər vaxtınız xeyir. Mən bugün sizə Change Case əmri haqqında məlumat verəcəm. Biraz ekranı böyüdək. Deməli, Case əmri yerləşir Home tabında Font Lent qrupunun içində. Baxın, bura daxil olanda 5 dənə deməli əmr görürük. Birinci gəlir Sentence Case. Elə əslində şəklinə baxanda nə işə yaradığını bir növ buradan da tutmaq olur. Və change case əmrinə aid sual 2-3 dəfə dövlət qulluğu qəbuluna düşüb. Ona görə də hamı diqqətlə qulaq assın. Sentence case seçilmiş hissədə cümlənin sadəcə birinci hərfini böyük eləyir. Lower case bütün hərfləri kiçik eləyir. Upper case bütün hərfləri böyük registra keçirdir. Capitalize each word hər sözün birinci hərfini böyük eləyir. Toggle case böyük hərfləri kiçik, kiçik hərfləri isə böyük etmək üçündür. Tələbələr bəzən toggle case-ə baxanda düşünür ki, birinci hərfləri kiçik, digərləri böyük olur. Xeyr, böyükləri kiçik, kiçikləri böyük registra çevirmək üçündür. Registr deyəndə yazının böyük və ya kiçik hərfdə olması deməkdir. Ümumiyyətlə, kompüterdə işləyən hər bir kəs bilir ki, böyük hərf rejiminə keçmək üçün klaviaturadan Caps Lock düyməsindən istifadə edilir. Bundan əlavə biz Shift düyməsini basıb saxlayanda da hərf böyük registra keçmiş olur. Əgər böyük registrdadırsa, kiçik olmuş olur. Shift ilə bir yerdə basanda. Bundan əlavə yazının registrini dəyişmək üçün klaviaturadan Shift üstə gələk F3 düyməsindən istifadə edilir. Ümid edirəm ki, hər kəsə aydın oldu. Aşağıda bu qısa yolların hər birini ayrıca da qeyd edəcəm.